Epileptik tokenin qiyməti uçur. İşıq sürəti ilə uçur. Bu videoya baxırsansa və indi göstərəcəyim sənə layihəyə, kripto layihəyə qoşulmamaq bəlkə də həyatda buraxa biləcəyin ən böyük səhv olacaq ki, peşmançılıq hissi fayda verməz. Odur ki, keçək birbaşa qrafikə. Baxın, aylardır mən sizə izah etdiyim hadisələr artıq görürsünüz ki, necə də qrafikdə özünü bildirməyə başlayır. Həmin o yüksəlişlər artıq necə də geri dönüş, eniş olmadan davam etdirməkdədir hərəkətini. Yaxşı, bəs buna əsas səbəb nədir? Buna şərait yaradan əsas faktorlar nədir? Gəlin birlikdə sizinlə müzakirə edək. İlk öncə onu demək istəyirəm ki, heç bir bizim haqqımızda ağzına gələn, öz anlayışı olmayan bu işdən, ümumiyyətlə, tradinglə məşğul olub, kripto aləmi, DEX ticarətini, community formalaşdırılmasını bilməyənlərə qulaq asmayın, real, göz qabağında siması olan, özü liderlik edən, communitisi olan insanlara qulaq asmaq lazımdır və mən sizə bu dəfəki videoda ispat edəcəm. Hələ ki də gec deyil bu layihəyə qoşulmaq və nə üçün bu qiymət artımı baş verməkdədir. Bundan əvvəlki videolarımıza baxsanız, mən izah edirəm oradakı. Bizim əsas məqsədimiz, baxın, token yeni çıxanda bu hissələrdə onu alaraq ilkin onu yaradanlardan xilas etmək idi. Bir növ ilkin pis niyyətli balinalardan almaq idi, onlardan öz pullarımız ilə, bax burada alırdıq, fərz edək ki, $500 almışıq, qiymət yenib aşağı, hazırda bizim $500 $50 kimi görsənir. Bu demək deyil ki, biz pul uduzuq, biz bunu bu momenti satsaq əgər pul itirmiş olardıq. Bu momentlərdə də yenidən alışlar edərək biz tokenin kifayət qədər yüksək faiz göstəricisini ələ keçirmişik deyənə, artıq defisit yarada bildik deyənə, bundan sonra satıcılar azdır deyənə gələn alıcılar artıq qiyməti bu cür fantastik yüksəltməkdədir. Necə bunu ispat etmək olar? Sizin qarşınızda mən Holder Scan servisini təqdim edirəm. Bu ödənişli hesabdır. Epileptik tokenin tamamilə şəffaf şəkildə bütün holderlərinin analitikasını ortaya qoyur. Məsələn, biz buradan top 50 holder seçə bilərik. Top 500 holder seçsək, yəni ki, alıcıları, biz görürük ki, təsəvvür edin, 1 milyard sayı olan tokenin, diqqətlə qulaq asın, 1 milyard token sayı olan bir kripto layihənin 495 milyonu Diamond holderlərdədir. Diamond holder nə deməkdir? Qarşısında gətirir. 90 gündən çoxdur ki, alıb və satmır. Yəni bizim qrupa qoşulanlar, bizə inananlar, bura xarici, yerli, hamısı daxildir. Mənim liderliyim altında bunu həyata keçirənlər, əlavə olaraq 59 milyon token, yəni 6% ətrafı gold holderlərdir, yəni 60 gün üzəridir ki, artıq satmayanlar və 2% ətrafında, yəni 21 milyonu silver holderlərdir və yəni ki, 30 gün üzəri satmayanlar. Tək bu üçünü biz hesablasaq, bunlar ki, çox vacib göstəricidir. Deməli, 50% burada deyək, 6% burada 56% edir və 2% də burada 58%. Təsəvvür edin, bir tokenin, bir layihənin 58% artıq bizdədir. Təsəvvür edirsiniz bu nə? Bu super fantastik bir göstəricidir və buna Azərbaycan communitisi nail olubdur. Və buna bizim birliyimiz nail olubdur ki, sənin artıq bu layihəyə qoşulanda xəbərin olur, kimlərlə sən addım atırsan, kimlərlə irəli gedirsən, kimlərlə birlikdə artıq sən öz, necə deyərlər, gələcək planlarını qurursan. Əgər ki, sən Telegrama keçid alsan, gəl bu hissədə sənə göstərim. Bu hissədən bizim xarici qlobal telegramımızda görürsən ki, artıq 1300 nəfəri biz keçdik. Əgər biz X səhifəmizə gəlsək, sən görürsən ki, bugün də 1013 nəfəri biz keçdik. Həmin bu 13 rəqəm də görürsünüz, simvolik olaraq canlanır burada. 13 astrologiyada da bir çoxlarınız bilmən necə bağlayan planetar enerjiya böyük pullar, resurslar simvoludur. Bugün ilk, hətta 1000 izləyicimizi biz atlamışıq. Əgər ki, sən yeni qayıtsam telegramımıza, biz Azərbaycan qrupunu aktivləşdirdik. Sən artıq Azərbaycan dilində bizim telegram qrupuna qoşula bilərsən. Təqribən 6-7 gündür başlamışıq, bir həftə olmaz heç. Artıq 581 nəfərik. Təsəvvür edin, burada ürəyiniz istəyən sualı yazırsınız, ürəyiniz istəyən
fikirləri bildirirsiniz epileptik haqqında. Adminlərimiz tərəfindən, mənim tərəfimdən lazımi bütün cavabları alırsınız. Birlikdə biz addım atırıq, birlikdə hərəkət edirik. Azərbaycan tarixində ilk kult layihədir ki, kultus sözünə əmələ gəlir bu söz. Yəni inam, itaət etmək, yəni bizim missiyamız var. Ona inanırıq, ona itaət edirik deyənə irəli getməyi bacarırıq, artıq qiyməti çevirməyi bacarmışıq biz. Əlavə olaraq barmaqla sayılı qədər movement tokenlər var, yəni hərəkat tokenlər var ki, epileptik onlardan biridir. Bizim hərəkat elə X səhifəmizə keçsəniz ən başda pin edilibdir. Üzərinə klik etdikdə bu hissədəki linkə keçid alaraq siz görə bilərsiniz ki, bizim artıq topladığımız token sayı var ki, bu artıq bizim növbəti 1 il yarım, 2 ildə fokuslandığımız qiymətlərdir, hansı ki, gəlib çıxacaq bir neçə milyon dollara. Həmin o məbləğin də 50%-ni biz Azərbaycanda epilepsiya dan əziyyət çəkənlərin müalicəsinə xərcləyəcəyik və geridə qalan 50%-də qlobal səviyyədə epilepsiyadan əziyyət çəkənlərin, necə deyərlər, fayda alması üçün, müalicə alması üçün xərclənəcəkdir. Bütün bunlarda iştirak edəcək bizim media qurumları, bizim lazımi dövlət tibbi qurumlar, onlardan xahiş edəcək ki, bu aktları artıq biz həyata keçirək və ilk xeyriyyəçi missiyası olan bir tokenik biz. Qayıdıram mən yenə də HolderScan servisinə. Görün siz tapa bilərsinizmi? Baxın bu videoya baxın bizi bəyənməyənlər. Mən sizə səslənirəm. Çıxarın bir layihə ortaya. Barmaqla sayılan qədərdir ki, holder sayıları bax bu leveldə, bu market dəyərində, bu göstəricilərdədir. Yoxdur beləsi. Altını cızaraq deyirəm. Üzümüz açıq, alnımız açıq, sinəmiz irəli. Biz nömrə 1-2 deyirəm sizə, siz isə bizi kənardan izləyənlərsiniz. Baxın gözünüz açılsın. Baxın anlayın biz necə 7 aydır. Bu ayın 18-i 7 ayımız tamam olacaq ki biz gecə gündüz 15-16 saat işləyirik. Budur onun bəhrəsi. Bunu heç kim edə bilməyib Azərbaycanda. Bunu mən etməmişəm. Bunu bizim birliyimiz edibdir. Nə olsun ki mən onun lideriyəm. Bu birliyimiz olmasaydı mən bunu bacarmayacaqdım. Ortada inanmayanları qoyduq bir tərəfə. İnananlar olmasaydı biz bunu əldə edə bilməyəcəkdik. İnvestorlarımız olmasaydı, küllü miqdarda alıcılarımız olmasaydı biz bu vəziyyətə gəlib çıxa bilməyəcəkdik. Hətta gəlin baxın, bu hissədə mən sizə göstərirəm. Hazırki vəziyyətdə deməli dəyəri tokenin bugünkü gün 1.5 milyon dollar dəyərindədir market dəyəri. Əgər ki biz gəlib bu hissədə bir dəqiqə mən bu həmin yazdığım bu şah əsəri pozum buradan. Bu hissədə qrafika baxsaq, görürük ki, artıq yüksəlişlər kifayət qədər sürətlənməyə başlayıbdır. Bu hissədən daxil olan dostlarımız artıq 2-3x gəlirdədirlər. Yuxarıdan daxil olan dostlarımız artıq giriş nöqtələrinə yaxınlaşmaqdadılar. Bizim əlavə də bir planımız var ki, artıq ödənişli, çox premium sayılan VPN-lər istifadə edərək X sosial şəbəkəsində paylaşımlar edirik. Artıq paylaşımlarımızı Amerika görməyə başlayır, İngiltərə görməyə başlayır, Avstraliya görməyə başlayır. Artıq xariciləri cəlb etməyə başlayır. Nəyə görə bunu əvvəl etmirik? Çünki bizim özümüzə lazım idi ki, yerli öz communitymiz dibləri toplaya bilsin, bu qədər tokeni ala bilək. Daha sonra artıq dünya səviyyəsində, qlobal səviyyədə bunu tanıtmağa başlayar. Bəhrəsini 6 aydır sizə, 7 aydır dediyim həmin o planın nəticəsini biz artıq görməyə başlayırıq. Hələ də gec deyil, hələ də sən həyatını dəyişə biləcək bir məbləğlərə çevrilən yatırımı edə bilərsən. Mən səni çağırıram bura dəstək olma. Bir Azərbaycanlı kimi, bir Azərbaycan oğlu kimi, bir Azərbaycan qızı kimi. Birliyimiz ki, biz bir ailəyik. Sizi narahat etməyən məbləğ 50 dollar, 100 dollar, 150 dollar, hansına görə ki narahat olmayacaqsınız. Gəlin, qoşulun bu layihəyə. Bir il fokuslanın ki, o məbləğə əl dəyməyəcəksiniz. Bir ildən sonra inandırım sizi, aydın məsələ ki, 100% heç nə demək olmaz. Aydın məsələ ki, hər kəs öz cavabdehliyi ilə risk eləməlidir. Sadəcə olaraq mən tövsiyə edirəm öz yatırımlarım haqqında danışmağı. Bax, mən sizə demirəm ki, gəlin bura yatırım edin. Mən öz fikirlərimi, öz birliyimizin əldə etdiyi nəticələri, öz yatırımlarımızı sizlə bölüşərək sizə çağırış edirəm. Əgər ki, risk etmək istəyirsinizsə, sizi narahat etməyən məbləğdə öz cavabdehliyinizi qəbul edərək, öz qərarınızla bir nahar pulunu, bir gəzinti pulunu, hansısa bir gündəlik xərclədiyiniz bir miqdarı
bura yatırın. Necə yatırmaq lazımdır? Necə bundan almaq lazımdır? Siz sadəcə və sadəcə olaraq bu videonun aşağısındakı qeyd edəcəyim yerli Telegram qrupuna qoşulursunuz. Yerli Telegram qrupuna. Gəlib düşürsünüz bax bura. Hal-hazırda burada 10 nəfərə yaxın bizim adminlərimiz də var. Mən özüm də buradayım 24 saat. Yəni yatıb durub biz burada iş aparırıq. İstənilən suallarınızı verirsiniz. İstənilən sıfırdan başlayırsınızsa belə videoları sizə göndərirlər dostlar. İzah edilir. Birinci baxırsınız, öyrənirsiniz, anlayırsınız nədən gedir söhbət. Daha sonra artıq yatırım edirsiniz. Və heç bir piramida deyil bu. Dostunu gətirsən, pul qazanacaqsan tipli bir məsələlər deyil bunlar. Sizin öz cüzdanınız olur. Siz aldığınız tokenlər sizə gəlir. Onun sahibi sizsiniz və yalnız siz qərar verirsiniz. Onu nə vaxt sata bilərsiniz, nə qədər hold edə bilərsiniz və satdığınız zaman da pul yenə sizin cüzdanınızda olur. Heç kimə heç nə vermirsiniz. Heç kimi heç hara gətirmək lazım deyil. Hamısını öz divanınızda, kreslonuzda, evinizdə, işinizdə oturaraq kompüteriniz və ya telefonunuz vasitəsilə həyata keçirirsiniz. Bu linkə klik edərək qoşulursunuz bu qrupa və salam. Beləliklə də qayıdıram mən yenə də Holderscan servisinə. Yəni bu elə bir şəffaf servis ki, burada siz mümkün deyil ki, artıq kimisə aldadasınız. Baxırıq ki, 10-100 dollar arası yatırımı olan hazırki market kapda, hazırki vəziyyətdə 2228 nəfər var. 100.000 dollar aralığında hazırda cüzdanı olan 933 nəfər var, təsəvvür edirsiniz və 1000 dollar üzəri, yəni 1000 dollar, 10.000 dollar aralığında bizim tək balinalar qrupuna düşməyiniz üçün sizin 3500-4000 dollar ətrafında hazırki vəziyyətdə epileptik tokeniniz olmalıdır. Bu vəziyyətdə artıq 233 nəfər var. Siz təsəvvür edirsiniz, biz bugünə qədər öz şəxsi vəsaitlərimizin nə qədərini bura yükləmişik, necə minusları dözmüşük ki, bu vəziyyətə əmələ gətirək. Bizi bəyənməyənlərin həyatında görmədiyi summaları, Rus demişkən, miqdarları biz çağırış edərək, biz birliyimizə güvənərək, biz Azərbaycan xalqına, öz Azərbiznes dəstəyimizə, öz komandamıza bel bağlayaraq bu riskə getmişik. Öz cibimizdən, öz pullarımızı xərcləyərək tokeni bir növ xilas etmişik və bugünkü gün biz sizə yenidən bütün çətin işlər arxada qaldıqdan sonra təklif edirik, gəlib artıq bal, əppək, qaymaq məqamında qoşulasınız. Bundan sonra ancaq yüksəlişdir və hələ heç nə başlamayıb. Hələ Bitcoin yüksəlməyini davam etdirəcəkdir. Hələ Solana yüksəlməyib, hələ Ethereum yüksəlməyib, hələ altcoinlər yüksəlməyib ki, hələ biz tərəfə də pul keçsin, lakin biz yüksəlməyə davam edirik. Yəni ki, dünənki bazarda, dünənki bütün bazarın düşüşü olan halda epileptikin yüksəlişi və hal-hazırda yüksəliş gedir. Baxın, aşağıda görün, mən danışa, baxın. Bir dəqiqə ərzində 1100 dollarlıq aldılar, 431 dollarlıq aldılar, 20-30 dollarlıq aldılar, 90 dollarlıq aldılar və yenidən yaşıl şam yüksəlişə başlayır. Bax, sən burada qoşulmayasan, nə eləyəsən axı? Bu layihəyə, bu məqamda qoşulmamaq günahdır. Bizim fokuslandığımız nöqtə bu dəyərdən 1000 dəfə yüksəkdir. Yəni ki, el dilinə desək, bu məqamda sənin yatırım etmiş olduğun 1000 dollar. Bizim fokuslandığımız məqama çatdıqda 1 milyon dollar edəcək. Sən buna inanmaya bilərsən, yarı yolda satıb çıxa bilərsən. Amma biz buna gedirik. Mən cüzdanlarım açıq, buna gedirəm. Mən bu yolda liderlik edərək şəffaf şəkildə buna gedirəm. Mən səni yarı yolda qoyan deyiləm. Və nəinki də bizim komandamız, mənə inananlar və mənim inandığım bu cəmiyyətimiz, minlərlə insan səni yarı yolda qoyan deyil. Birlikdə daha güclüyük. Biz Azərbaycanıq, biz odlar yurduyuq. Biz bu elin, obanın alovlarıyıq. Qoşul bizlərə, yandır aləmi.